Azərbaycanda müsahibələrin əsl üzü. Bir video vəziyyətin nə qədər pis olduğunu ancaq belə gözəl izah edə bilərdi. Sən deyirsən ki, məni işə götürün, gəlim sizdə öyrənim. Bu insanı əgər siz müsahibəyə çağırmısınızsa, CV-sinə baxmısınız və təcrübəsiz olduğunu bilirdiniz. Verdiyiniz sual artıq yersizdir. Sual belə qoyulmalıydı. CV-ninizlə tanış olarkən təcrübənizin olmadığını görürəm. Amma mənə maraqlıdır ki, komandamıza qatılsanız, işləri həyata keçirtməkdə hansı bilik və bacarıqlarından istifadə edəcəksiniz? Bəli, çünki təcrübəsi hal-hazırda Yəni ədalətli bir sual. Sözünü bitirməyə imkan vermədi. Ən azından gözdə sözünü bitirsin. Namizəd cəmi 4 söz işlədə bildi. Statistika. 40 saniyəlik video ərzində düz 4 dəfə namizədin sözü kəsildi. Universitetdə sən nə ilə məşğul idin? Universitet bilikləri, həmçinin də Universitet Yenə sözü kəsildi. Bu dəfə ümumiyyətlə 3 dənə söz deyə bildi və başqa sual verdi. İmkan ver insan cavab versin. Sual belə qurulmalıdır. Universitet müddəti ərzində hər hansı bir könüllülük proqramlarında iştirak etmisənmi? Bu insanın qarşısındakının təcrübəsizliyindən danışır. Özünün müsahibə götürmə təcrübəsi yoxdur. Universitet müddəti ərzində nə ilə məşğul idin ki, sən gəlib deyirsən ki, gəlim sizə işə mənə maaş verin, hələ bir mən öyrənim. Görə bu dəfə cavab verməyə imkan verəcək? Universitet dövründə ümumiyyətlə sahəmdən kənar işlərdə işləmişəm, yəni məcbur olaraq da. Onda indi SMM-ə niyə gəlirsən? Verdiyi bəlkə də ən məntiqli sual burada, niyə SMM-ə gəlirsəndir? Amma mənim anladığım qədərilə bu insan universiteti bu sahə üzrə bitirib. Komissiya səndən təcrübə istəmir. Komissiya sənə deyir ki, heç olmasa hansısa bir işin olsun, bir fəaliyyət. İnsanı şizofren eləyərlər. Deyir komissiya səndən təcrübə istəmir. Komissiya deyir ki, hər hansı bir işin olsun, fəaliyyətin olsun. Universitet dövründə ümumiyyətlə sahəmdən kənar işlərdə işləmişəm. Deyir ki, işim olub. Necə müsahibə aparmaq şəklidir? Namizədi durmadan əzməyə fokusludur. Mən namizədə hücum edim, namizəd qorunmada olsun və mən namizəd haqqında heç bir şey öyrənməyim. Əlbəttə ki, siz ciddi ola bilərsiniz. Əlbəttə ki, siz peşəkar ola bilərsiniz. Amma sərtliyinizi, avtoritetinizi göstərəcəyiniz yer müsahibə deyil.